A şəkildə qırıq xətlərlə funksiyasının qrafiki, bütöv xətlə isə J funksiyasının qrafiki verilmişdir. Deməli, qırıq xətdən olan F-in 2-dir, bütöv xətdən olan da J-nin 2-dir. -3-dən 5 aralığında təyin olunmuşdur. Kəsilməz funksiyadır. Verilmiş parçada bərabərsizliyin tam əllərinin cəmini tapdıyır arzular. Deməli, mənə nə lazımdır? F böyük olsun J-dən. Və deyirik ki, deməli, qırıq xət F-dir da, düzdür. Deməli, mənə F-in, yəni qırıq xəttin bütöv xətdən yuxarıda olan hissəsi lazımdır mənə. Çünki mən istəyirəm F yekə olsun. Çatır? F böyük olsun. F böyük olması üçün J-dən, yəni bütöv xətdən yuxarıda yerləşməliyik. Bax, məsəl üçün, burada F balacadır, bura mənə lazım deyil. Burada yenə F yuxarıdadır. Çatır? Ona görə bir dənə bu hissə lazım. İndi aralıq kimi yazıram, baxın. Qaralanıqdır deyə, yəni içi dolu nöqtədir deyə, -3-ün özünü alacaq. Hara kimi? 1,5-ə kimi. 1,5-i yazmıram. Çünki 1,5 deməkdir, bu sıfıra bərabər olubdur. İkisi də bir-birinə bərabər olubdur. Mənə ikisinin də bir-birinə bərabər olan hissəsi yox. Mənə lazımdır nə? F-i böyük olsun J-dən. Aydındır? Yaxşı. Yaxşı. Sonra yenə 2-də bir-birinə bərabər olubdur. Mənə 2 lazım deyil. Ona görə yumru mötərizədə. Murad. 5 lazımdır. Çünki içi dolu qara nöqtə var orada. Düzdür mü? 5-ə kimi. Deməli, 2-dən 5-ə kimi olsun. 5-i alsın, 2-ni almasın. Çatır bura qədər. Nə istəyir indi bizdən? Burada -1,5. Hə, olsun. Burada da -1,5. Yaxşı. Tam həllərinin cəmini istəyir bizdən arxada. Tam həllərinin cəmini istəyirsə, nə yazacaq? Bax, burada nə var? -3 var, -2 var. Sonra -1,5-dən sonra gəlir da -1. -1'imiz yoxdur. 2-dən sonra var 3. 2-nin özünü almayıbdır. 4 var. Bir də 5 var. Qızlar. Bax, bununla bu gedər bununla, düzdürmü? Cavab qalar 7. Variant olar B bəndə. Qutardı. Deməli, lazım idi ki, F böyük olsun 7, G-dən.